İnsan iki cür düşüncədə ola bilər. Reaktiv düşüncə, reflektiv düşüncə. Nədir bu? Reaktiv düşüncə, ani. Ani qərarlar. Ani. Sosial şəbəkədə olan qısa əyləncəli videolar bizdə ani reaksiyaları gücləndirir. Bu bizim ziyanımızadır. Bir adam ani qərarlar çox verirsə, o uğur qazana bilməyəcək. Perspektivi görə bilməyəcək. Reflektiv düşüncə isə bunun tam əksidir. Reflektiv düşüncə yəni analitik düşüncə. Dayan, bir düşün. Getmə bu naz ilə gözəlim, bir dayan görüm. Dayan. Hara qaçırsan? Refleksiya et, düşün, daşın, fikirləş. Kitab oxumağın 5-ci faydası budur. Bizdə reflektiv düşüncəni gücləndirir. Niyə? Ona görə ki, oradakı dərin analitik tezisləri oxuyuruq, prinsipləri oxuyuruq. Bəzi kitablar var, ilahi oxuyursan, insan o qədər zənginləşir, o qədər sanki bir ac adamın qarşısına zəngin bir süfrə qoyumsan, o qədər ləzzətlə onu dadırsan, onu yazan müəllif o qədər əziyyət çəkib onun üstündə. Bir dənə artıq məqam yoxdur. Hamısı vacib məqamlar.